İyunun 12-15-də əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti xəbər yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel və daşqın keçəcəyi ehtimal edilir. Milli Hidrometeorologiya Xidməti iyunun 12-də gözlənilən hava haqqında məlumatı açıqlayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50% təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, amma gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi üstünlüyü təşkil edəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.